Dedim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Bir dəqiqə deyəndə mənim başım error verdi. Mən başa düşmədim, nəymiş? Xəzərin sevdiyi qızı Nəcib sevir, yoxsa Nəcibin sevdiyi qızı Xəzər sevir? Ay Nəbi, nə fərqi var? İkisi də eyni qızı sevir də. Fərqi çoxdur. Baxır kim birinci sevir. Düzdürmür ha? Əsas odur ki, qız kimi sevir, hansını sevir. Əsas odur. Əsas odur ki, mənə niyə xəbərim yoxdur? Ay qız, elə bil hamımız indi xəbər tutduq da. Bir dayanın görək də, bu Nəcibin istədiyi qızın adı nədir? Bu iki adaqlısı olan qız kimdir də? Kimlərdəndir? Nəcidi. Bu 100% Nəciblə 51 deyil. Üstümə gəlməyin də. Mən sizə demədim deyəndə ki, qızın adını soruşmayın deməyəcəm. Tıncıqdır istə mənim. Diş ağrıdır, bunlar belə. Dayan. Bu üzbəz qonşudakı qız ola bilər Nərgiz? Yox, Yaşar o yaşlı adamdır. Yaxşı keçib orada. Bəlkə xatirən qızıdır. Ay yox, ondan zərrəsi gedir o. Doğrudan. Kim olar ha? Diyan. Bəlkə sinif yoldaşı Aydanı deyir. Bəsdir də, bəsdir tapmaca oynadınız. Bu məsələni tam araşdırmaq lazımdır. Bu işin əslini bilmək lazımdır. Sən də çıxart bunu buradan. Çıxardıram da. Çıxart da düz deyir də kişidə 10 yerdə mən tıncıqdır. Çıxardıram da. Sən də bir şey olma, düşürsən də mənim üstümə. Qıda uşaq var. Bunları dinlən də. Sualıma cavab verəcəksən yoxsa yox? Sən necə adam olduğunu bilmək istəyirdik. Yəni Güllü deyirdi ki, Xəzər çox yaxşı oğlandı. Mən də dedim ki, oxşor gözün biridir. O haqlı çıxacaq yoxsa mən onu bilmək üçün belə bir şey elədik. Belədir. Sən hardan bilirsən, necə oldu ki, belə qərara gəldin ki, mən şor gözəm, hə? Yəni sən dəqiq buna görə məni sınıyırdın da, hə? Başqa nəyə görə olacaq Nə ki? bilim, sən yaxşı bilərsən. Yazan sənsən, mən hardan bilə bilərəm? Sən də elə yazan kimi də cavab yazdın. Heç yanıltmadın məni. Yanıltmadım. Bilirsən niyə yanıltmadım? Niyə? Çünki mən bilirdim ki, o mesajı yazan sənsən. Başa düşürsən? Ona görə yanıltmadım səni. Hardan bilirdin? Yazaq ki, salam, profilinizə baxdım, Videolarınıza da bax. videolarınız çox xoşuma gəldi. Səsin də qəşəngdir, yalnız. Bəlkə tanış olaq? Yazdım. Yazar görəsən. İnanmıram, Xəzər elə düşük oğlan deyil, hamıya belə yazana cavab versin. Görərlər. Çıxırsın. Danışığınıza qulaq asdım, özüm qəsdən mesaja cavab yazdım, görüşə gəldim ki, görüm bunun axırı necə olacaq.
Lap yaxşı. Mənim işim var indi. Bildim, başa düşdüm səni. Rahat ol da. Uğurlar sənə. Demək məndən xoşu gəlirmiş. Şor göz deyilmiş. Onda məndən xoşu gəlir. Güllü, bilirsən nə oldu? Hə. Könlüm qəmin eylər, dilim nəğmələ söylər, tək mənə bizə kəlmə sevirəm de. Könlüm qəmin eylər, dilim nəğmələ söylər, tək mənə bizə kəlmə sevirəm de. Derim, deribim, dim, derim, deribim. Deridim. Kimi sevirəm deməyini istəyirsən, ha? İşimə elə bir mahnı oxuram da. Adam kişi olar, yalan danışmaz. Xəzərlə eyni qızı istədiyi yaxşı bilirəm. De görüm kimdə o qız? Çatdırdı simsim teleqrafı. Sən mənim sualıma cavab ver. Neynəsən də ad çəkən deyiləm. Elə adın deməsən yaxşıdır. Olsa sənin evlənən vaxtında ağlı, başı ayıq, get otur yerində. Bu nədir bilmirəm, eşqə düşüm səni. Nəcib? Qız sevirsən? Bugün sevəcəksən, sabah cəmaatın qızı haqlı olaraq deyəcək ki, elçi göndər. Mən də məcbur olub gedib oturacam onun elçi daşının üstündə. Soruşacaqlar, niyə gəlmirsən? Deyəcəm, elçi gəlmişəm. Deyəcək, oğlun bir işi var, deyəcəm, yoxdur. Deyəcək, evi var, deyəcəm, yoxdur. Deyəcək, onda mənim qapımda nə sürənirsən? Əlim ayağım deməmiş, sürüş buradan. Sənin özündən 3 qardaşın var, özü subay. Atam düz deyir da. Sən də otur yerində də, dünən işə girmişsən, bir köpük maaşını da görməmişik. Özünü saxlayın, sonra işə düşün də. Növbəmə girmə ha, bilirsən ki, mənim də sevdiyim qız var. İndiyə kimi öz pulunla evə çörək aldımsan. Güvə sən almışsan evə çörək? Yanmamışam, adam gözündən gələvir. Heç sənə toydan az şeylər gətirmişəm sənə. Orası düzdür. Nəzif çox işləsə səndən evlənmək potensialı daha çoxdur. Amma yenə növbəyə girə bilməz. Ata, mən deyirəm, əgər Nəcib mənim növbəmə girsə, mən bu evdə qırğın salacam. Qulaq olsun görün nə deyirəm. Eviniz, eşiniz olmadan, normal bir işiniz olmadan məni bu mövzu ilə narahat eləməyin. Ailə cəmiyyətimizin əsas özəyidir. Evlənməyə hazır olmaq lazımdır. Hər şey ailədən başlayır. Ağlınızı başınıza yığın, ağıllı hərəkət eləyin. Oldu ata, narahat ol. Gediyoruz nə iş tapə, nə növbəmə girməyə, evlənmək istəyir. Nə növbə bəxəsi də sən də. Öyle evlənmək istəyir. Marketdə yolda növbə gözlər. Kökülü belə, şalvarını ata alır, evlənmək istəyir. Ay qız da boynun qırıldı boylanmaqdan. Keç içəri yaz özünə. Nə oldu? Bu boyda bir abırçaqdan sonra necə yazım Güllü? Heç nə yaz nə ki, elə səndən narahatam, nigaranam, neçə vaxtı yoxsan. Xəstələyib eləməmsən. Qız yox, yaza bilmərəm elə. Onda əynivə başına fikir ver, biraz geyimivə, keçimivə, saçva başıva. Həvəslənib gəlsin. Necə geyimə keçdi, nə birdən-birə? Belə də ki, həmişə mənə belə geyimdə görüb də Güllü. Sənə də nə deyirəm, bəyənmirsən, elə yaz deyirəm, bəyənmirsən, belə yaz deyirəm, bəyənmirsən. Nə bilim. Sevmək də sənə yaraşıb, ha, şirin olmuşsan. Yazım hə? Yaz, yaz. Səs atım. At. Xəzər, salam, necəsən? Məndə çiyələk mürəbbəsi qutarıb, sən də burada yoxsan. Əgər gec gələcəksənsə, onu marketdən alım. Sevmək sənə düşüb, ha. İstəyəm ki... Yaxşıdır.
Alo. Alo. Salam, kim idi? Yaşardı danışan. Hə, Yaşar, buyur. Ha sen mənə nə görüm sen kimi sevirsən? Mən izah eləyə bilərəm sənə, Yaşar. Ay nə susmusan abi sualıma cevap verip danış da. Yəni düzdür, bu tam sevmək deyil, amma yəni xoşum gəlir, ürəyimə yatır. Əgər sizin də narazılığınız yoxdursa, mən Ha bir dakika kulak as. Bir dakika kulak as. İtiraz mı itiraz nedir? Bu paltar da öyle biz sen başa salak ki. Çatta neye giyinmək olar, neye giyinmək olmaz bildiğin. Şimdi bizim uşaqda ne eləyib? Qələt eləyib də. Onu başa düşdük. Bir de sen ben bilmək istəyirəm ki, o kız kimdir də? Kimdir ki Nəcib də onu sevir, ona göre de belə hoqqalar verir. ay Yaşar, nə Nəcib, nə Hoqqa, mən başa düşmədim sən qardaşım. Ha sen bilmirdin. Və yaxşı bilmirdinsə sen ne deyirdin onda? Hə, düzdür. Yəni yəqin ki, sən səhv başa düşmüsən də. Yəni mən bilirəm əslində, Nəcibin o məsələsini bilirəm, amma mən Nəcibdən danışmaq istəmirəm. Ona çox əsəbiyəm, üzr istəyirəm. Anan gəldi danışdı, o da səhvin bildi. İndi sən mənə cavab ver görüm. O qızı birinci kim sevib? Nəcib yoxsa sən? İnanırsan, bu məsələ ilə bağlı danışmaq istəmirəm, Yaşar. Yəni Yaxşı, danışmırsan danışma. Mənə lazım olan sözü mən daha bildim. Mən nə istəyirdim onu aldım da. Oldu, sağ ol, sağ ol. sağ ol. Deyəsən qapımızı da o Nəcib daşlayıb, ha? Atası ilə danışdım. Dedi o cəzalandıracağım. Sən baş qoşma, yola ver getsin. Nəyə yola verim? Yola veriləsi söhbət deyim amma o qudurubdur cəmaatın evini daşlayır. Bax, görürsən söhbəti uzadırsan. Mən uzadıram. Hə, sən Daşlayan o uzadırsan. söhbəti mən uzadıram. Ay bala, bir başa düş də, uşaqdır da, qamamazlığından eləyib. Bilirsən, atası ilə qardaşı neçə dəfə məndən üzr istəyiblər. Baş qoşma. Eybi o. Üzr istəyiblərsə problem yox. Geçsin qurban olsun Nazlıya. Bu qız söhbətinə eləyirməz. Amma səndən bir şey bölüşmək istəyirəm. Sən bilirsən, atamın bu kənddə torpağı var. Nə? Yox, mənim xəbərim yoxdur, nə torpaq? Heç mənim də xəbərim yox idi. Orxan dedi. Amma heç Orxanın da xəbəri yoxdur. O da bilmir nədir, neçə sotdur, hardadır. Mən öyrənərəm. Əgər elə bir söhbət varsa, mən öyrənərəm. Sən qarışma. Mən istəmirəm sən ondan üzbəüz gələsən. Çünki sən onu görəndə pis olursan sonra. Oğlum, mən bura gələndən onunla neçə dəfə üzləşmişəm. Sən heç narahat olma. Mən hər şeyi yerbəyer öyrənəcəm. Yaxşı. Onda sən özün maraqlanarsan atamın qardaşından. Əminlə? Atamın qardaşından. Xəzər. Nəysə də. Soruşarsan, görərsən bu torpaq hardadır, neçə sotdur, nə etmək istəyir, fikri nədir. Mənə desin ki, mən də ona görə işimi bilim, plan qurum. O da mənim gözlərimizdir. Sevirəm səni. Canım balamsan.
Nəmiş? Ay Nəmiş. Nəmiş. Nədir, nə qışqırırsan? Deyirlər ki, qızıl gül sevgi gülüdür. İncədir, gözəldir, zərifdir. Amma mənim sevgi gülüm mənim Nəmişqamdır. Puh. Çünki o incədir, gözəldir, zərifdir. Gəl. Tək olanda mənə şirin sözlər denən, amma cəmaatın yanında məndən şübhə elə. Yaxşı da Nəmişqam. O şeyə görə deyirsən, o Nəcib söhbətinə görə əlbir məsələsi, amma söz gəlişi dedim də mən. Hə, söz gəlişi dedim. Yaxşı da, bax mən bir dənə söz deyən kimi küsürsən, bu qədər romantika, gül dərdim, əlimə tikan batdı elə orada. Səsimi çıxardım. Gəlmişəm bura, sən də şey deyirsən, sifət edirsən mən, nə olar? Axı sən elə qız deyirsən, sən Hüseyn qız deyirsən. Sən məni həmişə ailəmi fikirləşmisən, məndən çox qardaşlarımı sevmisən, nə olar? Hə də, mən də elə qardaşım üçün elədim ki, uşağın üstünə çox getməyin. Ay sağ ol. Mən də onu istəyirəm də, sən də bax böyüklüyü elə də, axıra kimi elə ki, başa düşürsən, axıra kimi elə, bax düş qabağa, bir öyrənək görək bu kimi sevir, necə, başa düşürsən? Ona görə deyirəm də. Kimi sevir o? Deməli sən bayaqdan bu xoş sözləri məndən söz almaq üçün deyirsən, hə? Yox, yəni demək istəyirəm ki, böyüklük eləyərsən də, yəni o mənada deyir. Niyə atdın yerə, əziyyət çəkmə. Ay Nəmiş. Nəmiş, eləmə də elə şey, ay Nəmiş. Xasamın başı özünə qarışıb. Sevgi tahmini məşq edilməyib. Olsun güllü. Güllü balkondan baxır. Balkonda təxmini belə düşər də. Sever misin, sevmez misin? Sever misin ömür boyu? İyi günde, kötü günde delice sever misin? Sever misin, sevmez misin? Sever misin ömür boyu? İyi günde. Qaqa, neyinirsən sən? Karolika mahnı oxuyursan. Qorxdum xəbər elə də. Karolika niyə mahnı oxuyur? Sevgi tərəfinə hazırlaşanda. Belə sevgi etrafı olur. Karolika. Nətər olur? Serenad oxumaq istəyirəm də, neyini? Serenada belə olur, gitar olmalıdır səndə. Nağarım, gitara çala bilirəm mən. Neyim? Toyxanadan gitarist gətirin özümə. İllərin manısısan, İllərin manısısan. Bir dənə gitar çalanı tapa bilməyəcəksən. Əsas mahnıdır. Gözlə. ChatGPT-dən soruşum sənin üçün. Gözlə. Salam ChatGPT. Salam, mənəm Taleh. Mənim qardaşım qəşəng bir serenada mahnısı axtarır. Bizə kömək eləyə bilərsən? Salam. Əlbəttə hansı mahnını öyrənmək istəyirsənsə, deyən kimi sənə akkordları, barmaqların düzülüşünü, ritmi necə məşq etməli olduğunu addım-addım izah eləyərəm. Gördün, əsas gitaristi tabii, mahnı tutamsın, taparsın, niyə tapmırsan? Mən hamısı toyxana gitaristi. Ona da şükür. Bu nədir? Klassik gitara deyil, nə deyil? Bunu indi bəlkə də görək. Bizə klassik gitara lazımdır, yoxsa toy gitarası? Sizə ilk öncə klassik gitaranı bir-bir öyrədəcəyəm. Amma ağıllı fikirdir ya Serenada, Allah olsun. Mənim qaqam bilir də. Nəcib. Ötərsiz. Sənə bir dənə qəşəng qardaşının xəbəri var. Qardaş, decə. Amma bir şərtlə deyəcəm. Şərtim də odur ki, mən sənə bu şad xəbəri deyəndən sonra sən mənə o qızın kim olduğunu deyərsən. Vəssalam şübhə. Asan şərtdir, problem yoxdur. Deyil. Problem yoxdur. Bax, indi Xəzərlə danışmışam. Xəzərə dedim ki, məsələ belədir də, yəni qardaşımla sənə eyni qızla söhbət edir. Xəzər mənə dedi ki, Yaşar, qardaş səni elə şey ola bilməz. Nə danışsan? 100%. O dedi ki, mənim sevdiyim qız tam başqa bir adamdır. O 100% şəhərdən qız sevir. Sən mən zamanlaşırsan. Kef elə, yox. Sən öpəcəm. Sağ ol. Görsən.
Bax, qardaşım uşaq xəbəri sənə dedi. İndi zəhmət olmasa, sən de görüm o qız kimdir? Bu şart xəbərdən sonra mən sana heç nə deyəm bana. Ha, bura gəl, ha, balaca dibələk. Burada da xurmaya serenada oxuyurdu bir yaxda. Yaxşı, mən düşərsən də əlimə. Nə oxuyurdu? Serenada oxuyur belə xurmaya, elə biləm xurmaya şeir deyir. Sevir də, uşaq sevir də. Şəcərim. Yox, yox. Keç. Buyur. Bax, içdiysən qanırsan, al. Xəzər, Hə. torpaq söhbətini əminlə danışdım. Dedi ki, mən özüm Orxana tapşırmışdım ki, sənə desin. Həm də dedi ki, ərazi böyükdür. Ona denən ki, ferma qursa daha gəlirli olar. İnarsam o elə mənim də niyyətim budur. Mən də bunu istəyirəm. İnşallah danış gör necə olacaq. İnşallah yaxşı olar. Yaxşı deyək, yaxşı olsun. Onda mən də gedim Nazlıdan öyrənim görüm zeytunu var ya yox. Salamat. Yaxşı mən balam. Nəsə satıb bu yəni. Xəzər, salam, necəsən? Məndə çiyələk mürəbbəsi qutarıb. Sən də burada yoxsan. Əgər gec gələcəksənsə onu marketdən alım. Görsən ki, maraqlanır. Salam Nazlı, yaxşıyam, sağ ol, sən necəsən? Mən bu atamın torpağı ilə bağlı biraz başım qarışıqdır. Çiyələk... Yox, qoy çox açıq yazmayayım ki, biraz suallar versin mənə, deyəm. Salam Nazlı, yaxşıyam, sağ ol, sən necəsən? Mən bugün gec gələcəm işə. Alo. Orxan, hardasan? Nə oldu? Yenə dəllərin gəlib? Görmürsən, sözü elə bir kəlbətindən alıram bundan. Salam əleykum. Xoş gəlmiş Şahnaz xanım. Sağ ol qızım. Zeytun turşusu var mı? Var. Neçə gündür Xəzərin ürəyinə düşüb. Almaq da yadımdan çıxır. Var. Bizim qız bir dənə turşu bağlayır ki, bir barmağında, 10 barmağında 10 marifət. Hətta deyərdim ki, 20. Niyə? Çünki əlləri işləməyəndə ayaqlarına qatır söhbətlə. Güldür. Qızım, mən nə deyirəm ki, mən zeytun almağa gəlmişəm. Bugün zeytun alarsın. Sabah da gəlib zeytun alarsın Şahnaz xala, narahat olmayın. Çox dadlıdır bizim zeytunlarımız. Verirəm. Sən də yaxşılıq yaramır. Maşallah. Gör necə, heç belə satan yoxdur. Necə gözəl də Şahnaz xala. Sağ ol mənim balam. Burada güllər açıb ki. Başım açılmasa yaxşıdır, bu arvadı göründü, dəli olam da. Şahnaz xala, Aycı, Xəzərin deyəsən işləri çox olur, hə? Çünki dükanda siz dayanırsınız. biraz başı qarışıqdır. Amma gözündən qaçırmırsan, ha? Yox, qonşu dükanlar üz-üzəyik ona görə. Başa düşdüm. Sağ ol mənim. Sağ olun. Nasıl öyrənə bildin? Yox, elə bir sir saxlayırlar. Əşi, bir sən nə var? Xəzər özü bilər. Gələr, gəlməz. Nə vecimizə? Çox da lazımdır. Çox da lazımdır. Qızlar, nəsə problem varsa mən buradayam, ha. Yoxdur. Nazlı bilir də qardaşım, Güllü, sənin də nəsə problemin olsa mənə deyə bilərsən. Necə, bax, bir 5000 kimi bir pula ehtiyacım var, elə bir problemim var. Həll eləyə bilərsən? 5000 nəyin problemdir ki? 5000 problem deyil ha. 5000 maddi sıxıntıdır. Amma problem deyil. Hər şeydə bir problem var. Adamı belə danışdırarlar, bax.
həll olmayacaqsan. Nəsə elə mürəbbiyə görə narahat edirdim. Hə, bilirəm. Mürəbbiyə görə adamsa. İndi baxacam da görüm nə vaxt gələ bilirəm. Xəbər eləyəcəm sənə. Gökyüzünde ay dolanır, yerde gülür gül çiçek, gören haçan bir de yarım kapımızdan geçecek. Gören haçan bir de yarım kapımızdan keçəcək. Bəh. Qardaşım, sənin nə gözəl səsin var. Qardaşım, Axşamın necəsən? xeyir. Çox sağ ol. Sən necəsən? Sağ ol. Gəl otur. Keyfin kökdür. Nə xəbər? Elə görsənir? Hə. Şükür yaxşıyam. Qardaşım, bilirsən nəyi danışmaq istəyirdim Ay sənə? can. Bu torpaq məsələsi danışdıq. Onun nə fikirləşdin, nə qərar verdin? Heç nə qardaşım, nə sən soruş, nə mən deyim. Niyə, nə olub? Nə olacaq? Kasıbçılığın üzü qara olsun. Yəni o qədər pulum yoxdur Orxan. Həm də fikirləşdim ki, ora baxan adam lazımdır, onun maaşı var. Yəni aləm dəyər verir. Ona görə fikirləşdim ki, mənlik deyil. Xəzər, nə qədər çatmır, nə qədər lazımdır? İnanırsan bilmirəm. Çünki ömür boyu məşğul olmamışam bu işlə. Əslində, mənim bir fikrim var. Daha doğrusu bir təklifim var. Gəl iki əmioğlu, iki qardaş. Biz bu işi başlayaq. Mən heyvanları alaram. Sən tikinti işlərini görərsən. Geri qalan da nə əgər əsiyimiz olar, atışıb işimizi genişləndirərik də. Zarafat eləmirsən də yəqin ciddisən. Yox, zarafat eləmirəm, tamamən ciddiyəm. İki qardaş, gəl bu işi görək. Varsan? Hər zaman. Əla. Yaxşı ki, varsan. Sən də qardaşım. İnşallah xeyirli olsun onda bizim üçün. İnşallah. Canım Eltim. Mənə bax. Nərmin. Deyirəm ki, sən bu Nəcib kimdən danışır? Onu mənə niyə demirsən ki, dedə? Canım Eltim, may nə olursa, nə görsən çay içirəm. Deməyəcəm heç nə. Niyə deməyəcəksən? Bizim o qədər iş birliyimiz olub, biz o qədər qeybətlər eləmişik. Sən bu nədir ki, bunu mənə demirsən? Deyirəm, deməyəcəm də. Mən də burada oturacam. Otur. İç. Gözdə içim qutarım. Gözdə. Gözdə deyərəm. İlan. Balaca ilan. Yaşar, mən nə inədimsə bu Nərmin mənə bir dənə cümlə demədi. Mən dayı bunun arxasınca qaçan deyiləm. Özün araşdır, mənlik deyil. Necəsən? Canım, gözüm, baldızım. Nə yaman gülürsən, belə özündə güllər açır, xeyirdirmi? Nə bilim, şəkər. Hər şey gözəldir, həyat gözəldir. Əsas odur ki, bu gözəlliklərin qədrini biləsən, duyasan, hiss eləyəsən. Mən? Sən yox da elə hamımız. Şəkər, sən demə, mənim zeytun tutmam dünyanın ən yaxşı tutmasıymış. Sən zeytun tutmam? Biz bunu bilirik də, bəyəm sən indi bilirsən. Müştəri məmnuniyyəti deyək də. Telefonda yazıb deyəsən müştəri, hə? Ay qız, müştəriyə nömrə verəcəm mən. Nə bilim. Telefonda oxudun, ona görə soruşuram. Telefon demişkən, mənim telefonumda yeri yox idi, Instagramı silmişəm. Bir dənə ver telefonuna, bir dənə bircə saniyə baxıb qaytarıram. Özümə lazım deyə şəkər, incimə. Özümə lazımdır. Özgə vaxtı götür şəkər, telefon oradadır, indi yox. Yaxşı, öyrənərəm. Nazlı
Birinci baxışla sən mənə baxdın, yaxdın. Yandırdın qəlbimi, eşq oduna attın nazlı. Birinci baxışla sən anam, 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 qarib anam, Canım. sən yoxsan yanımda. Buradayam o da, necə yoxam yanında? Dərd yanım. Əlinə sağlıq, həyatım. Sənə qurban olaram. Allah sənin həmişə bax keyfimi beləcənə kök, işlərimi davam eləsin. Amin, canımın içi. Hər şey o qədər gözəl olacaq mama. Bax sənə söz verirəm inşallah. Allah nəsib eləsin, hər şey yaxşı kimi olacaq. Amin inşallah. Min amin. Əmoğlu Orxandan iş təklif aldım, mən də qəbul elədim. Yəni pul problem deyil. Orxan dediyinə görə. İnşallah ki, bu işimiz uğurlu, düşərli olsun. Hər şey inşallah yaxşı kimi olacaq. Mama sənin o göy gözlər və qurban olsun. Bax sənin üzün həmişə belə gülsün. Vallahi mənə bundan başqa heç nə lazım deyil. Gəl bura, nə oldu? Gəl. Yaxşı. Da sakit ol. Yaxşı, yaxşı. Ürəyimsən mən, baxıram sən, gəl. Yaxşı, sənə qurban olaram. Anaların kövrəkliyi olmayana. Nazlı. Ay qız, sən nə çox bilmiş qızsan. Deyirəm doğrudan bunun halı hal deyil. Bacı qurban, sən bacın bircə öləcək deyil, don't know. Nə? Ay, dil cahili deyirəm ki, yəni bircə öləcəyim günü bilmirəm də. Deyirəm, görürsən kimdən danışır? Nə bilim, bilmirəm. Amma onu bilirəm ki, bu səfər 100% lavdır. Bu səfər lavlıyıq. Gəl, gedək çayımızı içək. Nazlı yemək yerdin, yox sən də süzərdim. Nuş olsun, nuş olsun. Ay dedem bay. Yaşar, Ha, ömürgün yoldaşım. yenə nə olub sən canım? Mən heç nə. Su istəyirsən gətirim. Su zat istəmirəm, yox. Dəqiq olsun. Amma məncə deyəcəklərimdən sonra boğazında qala bilər. Su iç. Soyuq su. De nə də, hə, nə olub yenə? Mənə üçün olmayıb, yox, mənə nə olsun ki, olan sizə olub, mənim nəyim lazım. Hadi de nə də qutar da, görsən əlimdə iş görürəm, evdən bir şey var, onu götürməliyəm, tez ol. Bax Yaşar, sən bir qardaş olaraq səni narahat eləmir ki, sənin bacın axşama qədər telefonda tık 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 kimlə danışır? Niyə demirsən ki, ay bacı, bu telefon sənin əlindən düşmür, sən kimlə danışırsan? Niyə demirsən, hə? Bir dəqiqə dayan. Pisliyə görə demirəm, mən prosto özüm bildim, sadəcə bax gör. Gözlə. Hə, bildim. Məndən eşitməmsən ha? Bir dəqiqə dayan. Həsən, qaqaş, sən axırıncı dəfə maşın yağı nə vaxt dəyişmisən? Hə. Ay, onda hələ vaxtına var, vaxtına var. İşte gözlə bir dənə evdən bir şey götürməliyəm, onu götürüm, şimdi gücüm tökülüb qalım. Oh, Həsən olmalı değildi, Nazlı olmalıydı. Yaşar! 4də 1-in ver. 4də 1-in. Sağalacaq, narahat olma. Sağalmayacaq. Niyə? Dərin yaradı. Dərin yara deyil, qarnaqsına düşüb heyvan. Nə bu onu demirəm mən. Nə edirsən bəs? Nazlı yarasını deyirəm. Yenə nə olub? Heç nə mən kiməm ki, baldızıma nəsə deyim. Ona qardaşları nəsə deməlidir. Mənim nəyimə lazım? Bu qardaşları ona nə desin? Heç nə. Əvvəlki Nazlıdan əsər əlamət yoxdur. Əvvəl telefonu qoyurdu stolun üstündə çıxıb gedirdi. İndi hara gedir telefonu yanında. Çaqqa-çaraqda kimlənsə yazışır. Nə bilim. Bəsdir də. Nə olub sənə? Əl çəkdən Nazlıdan.
kişi, güzüz ancaq elə nazlı. Yandıracağım bunu, sən ağlın başına gəlsin. Hacı, mənə bir dənə də çay verərsən. Ay Nəcəb, sən nə qədər çay içirsən axşam? Mənim fikrim başqa yerdədir, mənə fikir vermə. Nə olub ki? Heç nə, bir çay ver bilərsin. Gecə buna sürpriz idi belə. Oldu, yervidar elədim. Yox, sözün əsl mənasında deyirəm. Necə bir yerə çıxarsan sən Nazlı ilə söhbətimiz var. Atılmışam da, sən neynirəm ki? Səhvləş olması bir dənə çıxar. Yaxşı. Geç. Çıxdı. Gözü görüm getdi. Sən necə gedir sevgili, nə danışırsın? Ay Gülü, sevgili deyəndə ki, nə belə havadan, sudan, necəsən, neynirsən, nə Hava su nədir? Sinoptiksiz siz? Sən söhbət aç. Başqa işdən. Ay, mən kimləri görürəm? Nazlı, bacılarımdır mənim. Bax, böyük bacılıq elədilər mən, böyük bacılıq elədilər. Sizə qurban olaram mən. Qızlar, sizə halal olsun. Həqiqətən, yəni gördüyünüz ən yaxşı iş ola bilər. Həqiqətən, siz məni Xəzərlə qovuşdurdunuz. Bacı qurban, biz onsuz da həmişə xeyirxah işlərlə məşğul olmuşuq, elə deyil ay bacı? Biz sizi sevənlər qovuşsun. Əlbəttə. Biz yaxşı insanlar. Mən bu yaxşılığı heç vaxt unutmaram. Siz məni ki, necə Xəzərlə sevgili elədiniz, mən bunu bacımla bölüşməyə gəlmişdim. Siz oturun, çayınız da olun. Çox sağ ol. Toyunda ayaqyalını oynayacaq. Amin. Xəzərlə? Ay qız. Sən deyirdin ki, Xəzərlə Nəcib eyni qızı istəyir. Deməli, Nəcib Güllünü istəyir. Az başın xarabdır. Yox. Mənim başım indi daha yaxşı işləyir. Sən deyirdin də ki, Xəzərlə Nəcib eyni qızı istəyir. İndi Güllülə Xəzər sevgilidirsə, deməli, Nəcibin istədiyi qız Güllüdür də. Ay qız, yox. Sən bilmirsən Nəcibi, o səhv başa düşüb də. Elə bilib ki, Nəcibin sevdiyi qızı sevir Xəzərdə. Nə hardan bilsin, o Güllü ilə sevgilidir? Beynim error verdi. Nəysə, onda Nəcibdən belə şeylər gözlənir. Bunlar sevgili deyil. Bunun istədiyi o deyil. Yox. Dəqiq Nəcib Güllünü Az hə də. Dəqiq, Nərmin gözümə bax, düz deyirsən. Deyirəm hə də, bax. Dur çay süz. Dur da çay süz. Fikirləşirəm. Nazlı. Necəsən, nə var, nə yox? Yaxşıyam, sən necəsən? Şükür, mən də yaxşıyam. Nazlı, dünəndən burada yoxam. Bura... Belə qəribə bir adam gəlib getməyib. Mənə niyə soruşursan ki? Yəni... Qonşu kimi də. Xəzər, mən onsuz da 8 kişinin nəzarətindəyəm, sağ olsunlar. Yəni özümü çox rahat qoruya bilirəm. Yox, bağışda xətrinə dəydim deyəsən, yəni pis məna ilə demədim. Mən özüm neçə gündür burada yoxam, mamam dayanırlar, dükanda bilirsən. Ona görə dedim, soruşum ki, yəni artıq əksik kimsə gedib gəlməyib, xətrinizə dəyən olmuyor. Bizə heç kim heç nə eləyə bilməz. Məncə də, ikiniz də elə eyni xasiyyətdəsiniz. Nəsə getdim, buralardayım da. Yaxşı. Yorulmayasın. Sən də.
yarım saatlik işim qalıb, sonra gəlirəm. Yaxşı, görüşərik. Salam. Qorxutdun məni Nəcib? Ay səni, bunu kim almısan? Xoşuma gəlir. Hə, qəşəngdir, Nazlı almısan? Bax, üstünə I love you yazılıb. I love you. Hə. Nəcib! Nazlı bacı, nə olur belə kömək? Nazrə, mənə bax görüm nə olub? Sakitləş. Nazrə, mənə bax qızım, sakitləş. Evdə nəsə olub? Nə olub? Yaxşı, sakitləş. Bax mənə. Su verim. Mənə bax.